Salam, hər vaxtınız xeyir. Burada OTK sınaqlarından, ümumi sınaqlardan 19-da birinci suala baxmaq istəyərdim. Bunu həll etməyə çoxdan istəyirəm əslində. Deməli, bir polipeptid zəncirində iki peptid rabitə əmələ gətirən amin turşusu qalıqlarının funksional qruplarının amin turşusunun radikalsız hissəsi kütlələrinin cəmi bir peptid rabitə əmələ gətirən amin turşusu qalıqlarının funksional qruplarının, yəni amin turşusunun radikalsız hissəsi kütlələrinin cəmindən 6478 vahid çoxdur. Bu polipeptidi kodlaşdıran genin kodlaşdırıcı hissəsinin transkripsiyası zamanı ayrılan suyun kütləsini tapın. Test uzundur, insan nəfəsi kəsilir oxuyana qədər, amma yarı-yarı edə bilərik. Deməli, amin turşu zənciri çəkək. Buraya funksional hissə qoyaq. Burada radikal. Və burada bir funksional hissə yazaq. Buna da bir radikal. Deyir ki, burada radikalsız hissələrin kütlələrinin cəmi hansının iki peptid rabitə əmələ gətirən funksional qrupların radikal hissələrinin kütlələrinin cəmi bir rabitə əmələ gətirənlərdən 6478 vahid çoxdur. İndi burada bir rabitə əmələ gətirənlər başdakı ilə sondakıdır. Ortadakılar iki peptid rabitə əmələ gətirir. Başdakı amin turşunun ikisinin birlikdə cəmi 128, təklikdə funksional cəm 74, təklikdə radikal 54. Bunlar cəmlərini 128 edir. Bu 74-dən də funksional hissə hidrogeni peptid rabitə əmələ gətirmək üçün verdiyinə görə buradan, daha doğrusu OH-ı, hidrogeni yox, OH-ı verdiyinə görə 17 çıxırıq 74-dən qalır. Qalır 57. Digərində isə yenə 74 funksional hissə, 54 radikal. Funksional hissə peptid rabitə əmələ gətirmək üçün hidrogen verir. Ona görə 74-dən 1 çıxıram. 73 də burada. Deməli, bu ikisinin cəmi edir 134. Bu ikisinin cəmi edir, daha doğrusu 130. Bu ikisinin cəmi. Kütlələr cəmindən daha çox. Deməli, ortadakılar, daha doğrusu bunlar, bunu başqa rənglə çəkək də. Çəkək bunu qırmızı ilə. Deməli, bu ortadakı amin turşuların cəmi başdakıların cəmindən 6478 vahid çoxdur. Yəni 130-un üzərində mən 6478 gəlsəm, alaram ortadakıların cəmini. Edər burada nə? 8, 0, 6, 6. 6608. Deməli, ortadakı amin turşu qalıqlarının radikalsız hissələrinin cəmi burada 8. 6608 imiş, deməli, ortadakılar. Və burada radikalsız deyir. Deməli, burada bilirik ki, ortadakı amin turşular 74-dən, yəni onun da funksiyonalı 74-dür. Bir özündən əvvəlkinə H verir. Peptid rabitə əmələ gətirmək üçün. Bir özündən sonrakına da OH verir. Yəni toplamda 18 vahid azalır. Deməli, buradan 18 çıxaramsa əgər mən, yerdə qalar 56. 56. Deməli, bir amin turşunun kütləsi 56-dır. Toplam cəm 6608-dirsə, mən bunu bölərəm 56-ya. Taparam ki, ortada təxminən 118 dənə amin turşu var. Ortada 118 dənə amin turşu var. Biri əvvəldədir, biri sondadır. Toplam deyəndə deyirik ki, ikisi də buradan. Deməli, toplam 120 dənə amin turşu var imiş. 120 dənə amin turşu var imiş. Bizdən nə istəyir bu? Bu polipeptid kodlaşdıran genin kodlaşdırıcı hissəsinin transkripsiyası zamanı ayrılan suyun kütləsini hesablayın. Transkripsiya deyirsə 120 dənə amin turşunu mən vuraram 3-ə. Çünki transkripsiyada iştirak eləyir nələr?
genlər, yəni kodlar, tripletlər. 3-ə, sonra suyun kütləsinin dediyinə görə bir də ardıca da vuraram 18-i. 18-i. Ümumi 360 nukleotid. Ümumi 360 nukleotiddən də çıxarıq birini, bir vahid az əmələ gəlir nə? Bir vahid az. 359 su. 359 suyu da vurarıq 18-ə. Eləyər 6462 E bəndi. Bu qədər. 3n-1 qədər su əmələ gəlir transkripsiyada. 3n-1 qədər də hesablayanda deməli 359 molekul su əmələ gəlir. Bu 359-da 18-ə vuranda qramda hesablayanda olur 6462. Bu qədər. Bu qədər ümid edirəm aydın oldu.